Sumqayıtda 27 yaşlı qadın xəstəxanada həyatını itirib. Hadisə 1 nömrəli xəstəxananın doğum şöbəsində qeydə alınıb. İddialara görə 27 yaşlı Zərifə Əliyeva gördüyünüz bu doğum şöbəsinə abort üçün gəlib. Onun bir müddətdən sonra isə halı pisləşib. Aparılan müalicə və müayinələrə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb. Əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbləri araşdırılır. Necə olub xanım? Öz-özü ayağıyla gəldi. Aborta gəlmişdi, gəldi, yaxşı idi həmin günü. Gecəni gördüm ki, dedi, xala ağrıyıram mən. Qızdırması var imiş. Durdu, dedi, parastamol ver, bir dənə parastamol verdim, atdı, qızdırması düşdü. Onu səhər gündən gördüm ki, belə nəysə, dedi, xala başım ağrıyır. Nəysə, zəng elədi həkiminin özünə, dedi, ay həkim, bəs mən beləyəm, qızdırmam var, o da yazdı, dərman zad yazdı, verdi. Sonra sistem yazdı. Dünən sırağa gündə sistem yazıb. 8 dənə sistem, o da elə evdədir, torbada. Axı dünən atası ilə anası getdi bura. Nə qədər sistemimize köçürdüblər. Tezdən yenə qaytardılar, gətirdilər. Sonra görürlər yenə pisləşib, bir də gətirdilər yenə xəstəxanaya. Mən gələ bilmirdim da, körpədə balaları, heç 2 yaşı yoxdur körpəsinin. Mən onlara baxıram, bilmədim 5 buradadır. Mən yoxsa ona ayrı yerə aparırdım. Bilmədim mən bu xəstəxanaya gəlim. Həkimlər də axşamdan dedilər ki, yaxşıdır, səhər salamat olacaq, evirtiyə göndəriləcək. Biz o axşamdan istədiyirlər nəysə çağıraq, biz çəkiliş olsun, ya 102 olsun çağıraq. Dedilər ki, yoxdur, yəni heç də lazım deyil də, yəni ki, yaxşıdır xəstəxana, sabah göndərəcəyik emirtiyə, indi tərpətmək olmaz, aparata qoşulub. Məsələn, biz də inandıq, neynəməliyəm ki, mən sakit adam durub, mən burada nə eləyəcəm ki? Komaya dünyasını dəyişdiyi bildirilir. Komaya düşüb bilməmişik, yox, onu mən deyirlər ki, o giribdir, o da, o girib deyir, nəfəs alırdı, gecə alırdı, nəfəs alıb, bunlar girdi, bizi qoymadılar. Soyadı nədir? Əliyeva Zərifə. Neçə təvəllüddür? 98-də, hə.